Sakinlər evlərinə girməkdə çətinlik çəkirlər. Bir ildən çoxdur ki, binanın girişində yer çöküb. Görüntülər Abşeron rayonu Xırdalan şəhəri məhəllə 26-da yerləşən binanın birinci blokundandır. Sakinlər deyirlər ki, müvəqqəti olaraq çökən yerin üstünü taxta ilə örtüblər. Amma bu da təhlükəlidir. Bu, deməli, keçən il sentyabrdan 1 il 2 aydır beləncə olub bu hadisə baş verib. Təhlükəlidir, çox təhlükəlidir bura. Yəni ki, uşaqlar keçir, yaşlılar keçir, yıxıla bilərlər. İcra hakimiyyəti hələ o barədə heç kimi deyilməyib. Deyiblər ki, fövqəladə gəlib rəy vermək. Fövqəladə rəy verib. Qalıb beləncə, dərdimizi kimə deyə bilmirik. Şikayətçilərin sözlərinə görə binanın giriş hissəsinin çökməsinə səbəb zirzəminin çirkli su ilə dolmasıdır. Altı sudur da, yəqin ki, onun suya görə olar da, yəqin çəkmək yox. Bunu özümüz düzəltmişik taxta ilə. Sabah onun altı boşdur, yəni o da çəkə bilər, yəni. Amma gəlirlər, baxırlar, elə deyirlər ki, başqa heç nə demirlər. Qorxuldu da buralar, iyi verib iyilənir. Taxta qırılıb eləyə bilər. Halvalda vəziyyət pisdir, baxın, su damısı. Məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətinə müraciət etdiyi qurumdan Xəzər xəbərə bildirildi ki, sözgedən problemlə bağlı məlumatlıdırlar. Pilləkən qəfəsinin bərpa olunması ilə bağlı mal materiallar sifariş verilib. Gələn həftə təmir bərpa işlərinə başlanılacaq. Minaya Zaman Aydın Bayramov, Xəzər xəbər.